Salam, hər vaxtınız xeyir olsun. Bugün 2024-cü il 10 mart tarixində 11-ci siniflərin buraxılış imtahanına düşən sualların izahına baxırıq. Birinci sual ilə başlayaraq. Birinci sualda deyir 300 ədədinin 40%-ni tap. Biz bilirik ki, qaydamız bu cür idi ki, ədədin faizini tapanda ədədi faiz göstərən ədədə vurub 100-ə bölməli idik. Sıfırları ixtisar aparsaq, 3'ü 40'a vuranda 120, 120'ni də 1'ə böldükdə isə 120 edir. Yəni birinci sualda cavab D variantı. İndi isə ikinci suala baxırıq. İkinci sualda bizə bu ifadənin qiymətini tapın deyir. Bu ifadənin qiymətini tapmaq üçün vergüllərdən azad etmək üçün hər tərəfi 100'ə vururam ki, vergüllərdən azad edim. 0,3'ü 100'ə vurduqda 30 edir. 0,5'i 100'ə vurduqda 15 edir. Çıxılsın. 20'nin 100'ü ixtisar aparsaq burada 5 qalır. Yəni yuxarıda qaldı. 13 vurulsun 5. 0,26'nı da 100'ə vurduqda 26 edir. 30'u 15'ə böldükdə təbii ki 2 edir. Çıxılsın. 13 ilə 26'nı elə hər ikisinin 13'ə ixtisar aparsaq burada 2 qalır. Yəni 5 bölünsün 2. 5'i də 2'yə böldükdə 2,5 edir. 2'dən də 2,5 çıxanda mənfi 0,5 qalır. Yəni ikinci sualda cavab B variantı. İndi isə üçüncü suala baxırıq. Üçüncü sualda bizə sinus kvadratı x bərabərdir 1 tənliyinə həll etdir. Ümumiyyətlə dərəcəni biz dərəcə gördük trigonometriyada. Çalışaq ki, tənliklərdə onun dərəcə indirmə düsturlarına istifadə edərək dərəcəni indirək. Sinus kvadratı x-in dərəcə aşağı salma düsturu 1 çıxılsın kosinus 2x bölünsün 2 idi. Bu ifadə 1'ə bərabərdir. Bu ifadəni biz çarpaz vursaq, yəni 1'in məxrəcində heç nə yazılmayıbsa 1'dir. Bu ifadəni çarpaz vursaq 1 çıxılsın kosinus 2x bərabərdir 2'ni də 1'ə vurduqda 2 edir. Buradan mənfi kosinus 2x bərabərdir. 1'i bərabərliyin sağına atsaq 2 çıxılsın 1 edir. O da edir 1. Mənfi ilə hər tərəfi mənfiyə bölsək, kosinus 2x bərabərdir, mənfi 1 eləyir. Buradan da 2x bərabərdir. Mənfi 1'i biz bilirdik ki, kosinusda xüsusi hal idi. Pi üstə gəlinsin 2 pi k idi. Buradan bizə x lazımdır. Əmsalı bölürük. Olur 2'yə böləndə pi'ni. Pi bölünsün 2, üzərinə gəlsin. 2 pi k'nı da 2'yə böləndə 2'lər ixtisar gedəcək. Yəni bunu 2'yə böldükdə bu 2'lər ixtisar gedəcək. Yerdə qalacaq pi k. Deməli cavab pi bölünsün 2, üzərinə gəlsin pi k. Yəni cavab A variantı. İndi isə dördüncü suala baxırıq. Bizə bərabərsizliyin natural həllərinin cəmini tapılmasını istəyir. Biz buradan x-i tapsaq, x kiçikdir. 3'ü bərabərsizliyin sağ tərəfinə atsaq 7 çıxılsın 3 olacaq. X kiçikdir. 7'dən 3 çıxdıqda da 4 edir. Deməli bizə bu bərabərsizlik, baxın, 4'dən kiçik ədədləri istəyir. Çünki x tərəf kiçik tərəf dayanır. 4'dən kiçik ədədlər, 4'dən kiçik ədədlər əslində sonsuz saydadır. 3, 2, 1, 0, mənfi ədədlər hamısı 4'dən kiçik ədəddir. Amma şərtdə bizə natural həllərinin cəmini dediyi üçün biz bilirik ki, natural ədədlər 1'dən başlayır. Deməli 1'dən 4'ə qədər ədədləri istəyir. 1, 2, 3, 4'ü də aldığı üçün 4'ü də sayırıq. Əgər altdan xətt olmasaydı 4'ü qəbul etməyəcəkdi. Deməli bu ədədlərin cəmini istəyir. 1'in üzərinə 2 gəldikdə 3, 3'ün üzərinə 3 gəldikdə 6, 6'nın üzərinə 4 gəldikdə cavab 10 edir. Deməli dördüncü sualda cavab Y variantı. İndi 5-ci suala baxırıq. 5-ci sualda bizə deyir ki, 3, 4, 5 çoxluğunun elementlərindən rəqəmləri təkrarlanmayan neçə müxtəlif 2 rəqəmlər də düzəltmək olar. Bunu tək-tək oturub da yazmaq olar. Amma bunun çox asan bir yolu var. Deməli, bizə bir çoxluq verib 3, 4, 5. Deməli, şərtdə deyir ki, neçə müxtəlif 2 rəqəmlər də düzəltmək olar. Deməli, burada 2 dənə rəqəm olmalıdır. Deməli, biz birinci yerinə 3 də qoya bilərik, 4 də qoya bilərik, 5 də qoya bilərik də. Yəni heç bir
Yəni 0 yoxdur ki, deyim ki, 0-dan başlayan bir ədəd ola bilməz. Yəni burada rəqəm 3 ilə də başlaya bilər, 4 ilə də, 5 ilə də. Deməli 3 halımız var da. Həmin 3 halı yazdım ora. Deyir, şərtdə təkrarlanmayan dediyi üçün o rəqəmlərdən birini qoysam, 3 rəqəmdən birini qoysam, mənim üçün yerdə qalır 2 dənə halda. Çünki birini yazdım axı, yenə həmin rəqəmi yazsam, artıq təkrarlanan rəqəm olacaq. Deməli 3 dənə rəqəmdən biri halı getsə, yerdə 2 halı qaldı da. Deməli burada da 2 hal, 3-ü 2-yə vuranda cavab 6 edir. Cavab D variantı. Amma tək-tək də yazmaq olar. Məsələn, 35, 34 düzəltmək olar, 35 düzəltmək olar, 43 düzəltmək olar, 45 düzəltmək olar, 53 düzəltmək olar, bir də 54 düzəltmək olar. Bunu da belə cür yazıb baxmaq olar. Burada da cavab 6 eləyir, amma bu üsul daha rahatdır. 6-cı suala baxırıq. 6-cı sualda bizə bu çağ ədlisinin vurğulara ayırın deyir. Burada bu da yenə sadə sualdır. Deməli, hər ikisində ortaq olan nə var? A çıxılsın B. Həmin A çıxılsın B-ləri ortaq vuruq kimi çıxartırıq. Yerdə nə qaldı? Bir x kvadratı çıxılsın. Bir də y kvadratı qalır. Bərabərdir. A çıxılsın B. Bu düsturun da müxtəsər vurma düsturludur. Açılışını bilirik. Bir dəfə çıxma, bir dəfə də toplama. X çıxılsın Y. Bir dəfə də X üstə gəlinsin Y. Deməli, cavab B variantı. Deməli, indi 7-ci suala baxırıq. 7-ci sual 5 üstü x kvadratı çıxılsın 2x bərabərdir 125 tənliyinin kiçik kökünü tap deyir bizə şərtdə. Deməli, 5 x kvadratı çıxılsın 2x bərabərdir. Biz 125-i burada 5 olduğu üçün 5 əsasdan yazmağa çalışacağıq. 5 üstü neçə 125 edir? Bilirik ki, 5 üstü 3 125 edir. Deməli, əsaslarımız eynidirsə biz həmin əsasları atırıq. Yerdə yuxarıda qalan ifadələri yazırıq. X kvadratı çıxılsın 2x bərabərdir 3. X kvadratı çıxılsın 2x, 3-ü bərabərliyin sol tərəfinə atırıq, -3 olur. Bərabərdir, sağ tərəfdə heç nə qalmadığı üçün artıq 0 yazırıq. Diskriminantla və yaxud da v-ləndə tənliyin köklərini tapmaq olar. Diskriminantla izah edirəm. Diskriminant bərabərdir, b kvadratı çıxılsın 4az idi. B-miz burada 2-dir. 2-nin kvadratı 4, üzərinə gəlinsin olacaq. Burada mənfi isə biz toplama yazırdıq. 4 vurulsun 1, vurulsun 3. O da edir 12. 4-ün də üzərinə 12 gələndə 16 eləyir. 16-dan da kökdən 4 çıxır. Deməli, köklərimizi tapırıq. X1 bərabərdir -b plus minus kök altında d bölünsün 2a-da düsturumuz. Bizim burada da b-miz -2-dir, amma düsturun özündə də mənfi olduğu üçün 2 dənə mənfi bilirik ki, müsbət eləyir. 2 üzərinə gəlinsin 4 bölünsün 2. 6, 6-nı da 2-yə böləndə 3 edir. Bir dəfə də tənliyimizin kökü çıxma versiyası olur. 2 çıxılsın 4 bölünsün 2. 2-dən 4 çıxanda -2. -2-ni də 2-yə böləndə cavab 1 eləyir. Bizdən şərtdə tənliyinin kiçik kökünü tap deyir. 3 ilə -1-i müqayisə edəndə -1 kiçikdir. Ona görə cavab C variantı. İndi isə 8-ci suala baxırıq. 8-ci sualda iki perpendikulyar müstəvinin birindən 5 cm, digərindən isə 12 cm məsafədə yerləşən nöqtədən bu müstəvilərin kəsişmə xəttinə qədər olan məsafəni tap deyir. Demək ki, perpendikulyar müstəvi deyirsə, bu şəkildə çəkirik. Deyir, müstəvinin birindən 5 cm. Məsələn, bir nöqtə götürək, bu nöqtə olsun. Deməli, bir müstəvimiz budur, bir müstəvimiz də budur. Deyir, birindən 5 cm. Və buradan bura qədər məsafə olsun. Tutaq ki, 5 cm. Digərindən isə 12 cm. Digər müstəvimiz də budur. Həmin nöqtəyə qədər məsafə deyir ki, 12 cm-dir. Deyir, məsafədə yerləşən nöqtədən bu müstəvilərin kəsişmə xəttinə qədər. Bu müstəvilərin kəsişmə xətti haradır? Bu nöqtə. Deyir, onların nöqtədən bu müstəvilərin kəsişmə xəttinə qədər olan məsafə. Məndən bu məsafəni soruşur. Burada düzbucaq əmələ gəlir. Əgər bura 5-dirsə, yuxarı 5, onda aşağıda 5-dir. Aşağıda bir düzbucaqlı üçbucaq əmələ gəlir. Həmin düzbucaqlı üçbucağı aşağıda çəkirəm. Katetlərimiz 12 və 5-dirsə, biz bu xətt artıq bizdə hipotenuzu edir. Hipotenuzu biz bilirik ki,
Hipotenuzu da biz bilirdik ki katetlərin kvadratları cəmidir. Yəni 12-nin kvadratı üstə gəlsin 5-in kvadratı. 144 üzərinə gəlsin 25, o da edir 169. 169-dan da kökdən 13 çıxır. Deməli, cavab B variantı. İndi isə 9-cu suala baxırıq. 9-cu sualda loqaritma 3 əsasdan 5-də 9 üzərinə gəlsin loqaritma 3 əsasdan 5-dir. Deməli, hər ikisində əsas neçədir? 3 əsası. Deməli, əsaslarımız eynidirsə, ortada toplama işarəsidirsə, biz onu vurma şəklində yazırıq. Yəni, loqaritma 3 əsasından 5-də 9 vurulsun. Toplamadır deyə 5-i vurma şəklində yazacaq. 5-lər ixtisar gedir. Yerdə qalır loqaritma 3 əsasdan 9. Biz loqaritma 3 əsasdan 9-u 3-ün kvadratı kimi yaza bilərik. Həmin bu 3-lər islah gedir. Yerdə cavab qalır yalnız 2. Cavab deməli C variantı. Deməli, indi 10-cu suala baxırıq. Deyir, mərkəzi O nöqtəsi olan, yəni O nöqtəsinin koordinatları da 3 və 10-dur nöqtəsində olan və B nöqtəsinin koordinatları da 3 və 8 nöqtəsindən keçən çevrənin tənliyini göstərin deyir. Ümumiyyətlə, çevrənin tənliyi x minus a-nın kvadratı üzərinə gəlsin, y çıxılsın, b-nin kvadratı bərabərdir, n-in kvadratıdır. Burada göstərilən A və B nöqtələri çevrənin mərkəzidir. Çevrənin mərkəzi. Yəni, mərkəzi koordinatlardır. İndi bizə deyir ki, şərtdə mərkəzi 3 və 10. Deməli, mərkəzi 3 və 10 deyirsə, A-nın yerinə 3 dayanır, B-nin də yerinə 10 dayanır. Gətirirəm, yerinə qoyuram. Yuxarıdakı tənlikdə A-nın yerinə 3, B-nin yerinə 10. Olacaq, x çıxılsın, A-mız 3-dür, 3-ün kvadratı üstə gəlsin. Y çıxılsın, B-nin də yerinə 10 qoyuram, onun kvadratı bərabər olmalıdır y-in kvadratına. Bizə şərtin davamında da deyir ki, nöqtəsindən keçən B nöqtəsinin koordinatları da 3 və 8-dir. Nöqtəsindən keçən deyirsə, birinci yazılan x nöqtəsinin koordinatıdır, ikinci yazılan da y nöqtəsinin koordinatıdır. Mən bu səfər də gətirib x-in yerinə 3 qoyacağım, y-ın da yerinə 8. X-in yerinə 3 qoysam, deməli, 3 çıxılsın 3 edir 0, 0-ın kvadratı üzərinə gəlsin, y-ın da yerinə 8 qoysam, 8 çıxılsın 10, 8-dən 10 çıxanda edir -2, -2-nin də kvadratı edir müsbət 4. 0-ın kvadratı 0, üzərinə 4 gələndə 4. Deməli, y-in kvadratı neçə imiş? 4 imiş. Y-in kvadratı, yəni bu ifadədə gətirdiyi yerinə qoyduq. Y-in kvadratını tapdıq da. Deməli, 4 y-in kvadratımız 4-dürsə, onda radiusumuz 2-yə bərabərdir. Radiusumuz 2 bərabərdirsə, artıq demək olar ki, tənliyimiz hazırdır. Və tənliyimiz nə şəkildə idi? X çıxılsın 3-ün kvadratı, üzərinə gəlsin, y çıxılsın 10-un kvadratı, radiusu da tapdıq 2 bərabər imiş 2-yə. Deməli, bu tənlik bizdə elə radiusun kvadratı şəklində saxlamalıydıq da biz radiusu. Çünki tənliyimiz radius r kvadratıdır. Heç onun kvadratının hansı ədədin kvadratı olduğunu tapmaya ehtiyac yoxdur. Yəni, r-in kvadratını biz nə tapdıq? 4 tapdıq. Elə 4-ü də olduğu kimi yazırıq bura. Yəni, r-in kvadratı 4. Deməli, x çıxılsın 3, üstəyənsin y çıxılsın 10-un kvadratı, o da eləyir 4. Deməli, cavab D variantı. Yəni, tənliyimizin özündə elə r kvadratıdır da. Biz elə r-in kvadratını tapmalıyıq. Yəni, təkcə radiusu tapmalı deyil. Elə r-in kvadratını 4 tapdıq deyə gətirib tənliyin yerində r-in kvadratının yerinə qoyuruq. O da eləyir, tapdıq ki, 4 etdi. Deməli, indi 11-ci suala baxırıq. 11-ci sualda deyir, tam səthinin sahəsi 150 sm kvadratı olan kubun bir üzünün diaqonalını tap. Deməli, ilk öncə kubu çəkək, kub fiqurunu. Sərgəli çəkək bunu. Çalışdığım qədər kubu oxşatmaya çalışdım fiquru. Deməli, bu kub figurudur. Deyək, kubun tam səthin sahəsi. Tam səthin sahəsi deyirsə, yəni bütün üzlərindən söhbət gedir də. Burada neçə dənə üz var? Bir üzümüz bu tərəf, bir üzü arxaya düşən tərəf, bir üzü alt tərəf, bir üzü bu yan tərəf, bir üzü
qabaq tərəf, bir üzü də düz üstüdə. Neçə dənə oldu? 1, 2, 3, 4, 5, 6 dənə üzümüz var. 6 dənə kvadratdır, yəni bunlar. Kubun tərəfləri kvadratdır. 6 dənə bərabər burada kvadrat var. Deməli, ümumi tam səthin sahəsi 150-dirsə, bir dənəsi 6-ya bölsəm taparam da. Ümumiyyətlə, kubda tam səthin sahəsinin düsturu da 6a kvadratıdır. Yəni, o 6 oradan gəlir. Çünki 6 dənə burada bərabər kub var. Biz 150-ni 6-ya bölsək, 150-yə 6-ya bölsək, 150-yə 6-ya bir dəqiqə bölək, edir 25. Yəni, biz burada a-nın kvadratını tapmış oluruq ki, a-nın kvadratı 25-dir. Və yaxud da elə burada gətirib burada tapa bilərdiniz. Onda burada a-mız 5 edir. Yəni, s-imizi bizə verib ki, 150 bərabərdir 6a kvadratıdır. Düsturdur. Buradan a kvadratını tapanda yenə görürsünüz, 150-yə 6-ya bölürük 25. Bu da a edir 5. Deməli, baxın, həmin kvadratın birin, bu kubun bir tərəfini çəkdim aşağıda. Bir tərəfi 5-dirsə, biz bilirik ki, kvadratın bütün tərəfləri 5 olur. Bizə deyir ki, kubun bir üzünün diaqonalını tap. Diaqonalı çəkirik. Biz birinci bildik ki, diaqonalımızın düsturu kvadratda nə idi? A kök altda 2. A kök altda 2 idi. Tərəfimiz 5-dirsə, onda 5 kök altda 2 edəcək bir diaqonalımız. Y variantı. İndi 12-ci suala baxırıq. 12-ci sualda kürənin radiusunu necə dəyişmək lazımdır ki, həcmi 8 dəfə artsın? Birinci, kürənin həcmi, həcm V hərfi ilə işarə olunur. Kürənin həcmi düsturu 3/4 pi r kubudur. Biz burada baxırıq ki, kürənin radiusuyla həcmi arasında, baxın, kürənin həcmi ilə radius, görürsünüz, kub var burada. Yəni, bizə 8 dəfə artıb deyirsə, 8 hansı ədədin kubudur? 2-nin. Deməli, biz radiusunu 2 dəfə artırmalı idik. Cavab A variantı. Yəni, kvadrat olsaydı, onda məsələn, burada 16 olsaydı, 16 hansı ədədin kvadratıdır? 4. Cavab 4 olacaq. Yəni, söhbət var ki, biz soruşa bilərsiniz ki, müəllim, artırmalı olduğumu hardan bilirəm? Bəlkə azaltmalı idim. Baxın, həcm radiusun kubundan düz mütənasib asılıdır. Əgər bu r-in kubu məxrəcdə olsaydı, tərs mütənasib olacaqdı. Ümumiyyətlə, yadınızda saxlayın. Məsələn, burada 3-ün yerinə tutaq ki, belə bir şey var. Məsələn, belə bir özümdən bir düstur yazıram. A, B. Bu həcm buradakı A-la sürətdədirsə düz mütənasib asılıdır. Yəni, düz mütənasib asılılıq nə idi? Bir şeyə artırıramsa, digəri də artmalıdır. Amma məxrəcdə olanda tərs mütənasib asılıdır. Tərs mütənasiblik nə idi? Birini artırmışamsa, bir azalmalıdır. Yəni, əgər yuxarıda tərs mütənasiblik olsaydı, 8 dəfə artımı mən 2 dəfə azaltmalı idim. Tərs olsaydı. Amma görürəm ki, r-in kubu məxrəcdə deyil ki. Yəni, normal bir ədəd kimi yazılıb, yəni bir ifadə kimi surətdədir. Ona görə o düz mütənasib asılıdır. Ona görə 8 dəfə artıbsa, deməli, 8 hansı ədədin kubu idi? 2-nin. Onda 2 dəfə artırmaq lazım idi. Deməli, indi baxırıq 13-cü suala. 13-cü sualda y bərabərdir 3x minus 7 və y bərabərdir 5x minus 13 düz xətlərinin kəsişmə nöqtəsinin koordinatlarının hasilini tap deyir. Əgər bu düz xətlər kəsişirsə, demək ki, bunlar bir-birinə bərabər olmalıdır. 3x çıxılsın 7 bərabər olmalıdır 5x minus 13-ə. Buradan x-i tapmağa çalışıram. 3x-i bərabərliyin sağ tərəfinə atsam, burada -7, 13-ü də bu tərəfə atıram. -12 idi, olur müsbət 13 bərabərdir 5x çıxılsın 3x. -7-nin üzərinə 13 gəlsəm, edir 6 bərabərdir 5x-dan da 3x çıxsam 2x. Buradan da x-i tapacağım 3. X-imiz 3-dür. İndi y-i tapmaq istəyirəmsə, bizə baxın, koordinatlarının hasilini tap deyir də. Koordinatlar bilirdik ki, nə idi? X və y. Mən x-i tapmışam.
tapmışam. İndi mənə y lazımdır. Y-ı tapmağın çox asandır. İstəyirsən yuxarıda hansında istəyirsən, gətir x-i tapmısan da, gətir qoy ya istəyirsən bunda, ya istəyirsən bunda. İkisində də eyni cavab alacaqsan. Məsələn, mən gətirdim, qoydum birincidə. Y bərabərdir. X-in yerinə 3 qoyuram. 3 vurulsun 3, 9, çıxılsın 7. Y bərabərdir 9-dan 7 çıxanda edir 2. Deməli, y-ım 2, x-im 3-dür. Mənə də bu koordinatdan hasilini tap deyir. Hasil vurmaqdır. Yəni x vurulsun y, 3 vurulsun 2, o da cavab edir 6. Cavab C variantı. İndi isə baxırıq 14-cü suala. 14-cü sualda a üstə gəlsin 1 bölünsün a bərabərdir 3. Bizdən a kvadratı bölünsün 1 üstə gəlsin a kvadratını soruşur. Həmin ifadənin kvadratını soruşursa biz təbii ki, nə etməliyik? Bu ifadənin hər tərəfin kvadratı yüksəltməliyik. Müxtəsər vurma düsturuna. A üstə gəlsin b-nin kvadratı açılışı necə idi? A kvadratı üstə gəlsin 2ab üstə gəlsin b kvadratı açılışından açırıq. Deməli, birincinin kvadratı a kvadratı üstə gəlsin 2 vurulsun birinci, yəni a vurulsun ikinci. Vurulsun ikinci, yəni 1 bölünsün a. Üstə gəlsin ikincinin kvadratı, yəni b-nin kvadratı necə idi? 1-in kvadratı 1-dir, o da a-nın kvadratı bərabərdir. 3-ün kvadratı da 9. Bu alar ixtisar gedir, yerdə qalır a-nın kvadratı. Üstə gəlsin 2-in 1-ə vuranda 2 üstə gəlsin 1 bölünsün a-nın kvadratı bərabər 9. Buradan a kvadratı üstə gəlsin 1 bölünsün a-nın kvadratı bərabərdir. 2-nin bərabərliyin sağını atsaq minus olacaq. 9 çıxılsın 2, 7. Bizdən də elə bu ifadənin qiymətini soruşurdu. Cavab 7 edir. Deməli 15-ci suala baxırıq. Bizə tangens alfa üstə tangens betanı 8, tangens alfa üstə betanı isə -11-də 8 olarsa, tangens alfa vurulsun tangens beta hasilini soruşur. Biz bu düsturun açılışını bilirik ki, tangens alfa üstə gəlsin beta nəyə bərabər idi? Tangens alfa üstə gəlsin tangens beta 1 çıxılsın tangens alfa vurulsun tangens beta. Yəni bu düsturun açılışı bu idi. İndi yəni bu düstur bərabərdir. Nəyə bərabərdir? -11-də 8-ə. Qarşı ön tərəfini silim. Bu misalı çəkim biraz bu tərəfə. Deməli, baxın, tangens alfa üstə tangens beta mənə şərtdə nə verir? 8. Baxın, elə bu 8-dir də. Yəni, surətlər bərabərdirsə, onda məxrəclər də bir-birinə bərabər olmalıdır. Yəni, 1 çıxılsın tangens alfa vurulsun tangens beta. Onda biz bilirik ki, 11-ə bərabər olur. -11-ə, çünki 8-ə bərabərsə bu mənfi itirməyəydi. -11-ə bərabər olmalıdır. Buradan mənfi tangens alfa tangens beta bərabərdir. 1-i bərabərliyin sağ tərəfinə atsaq, -11 çıxılsın 1 olacaq. Onu da cavab eləyir -12. Hər tərəfdən mənfiləri islah etmək üçün mənfiyə vursaq hər tərəfi qalanlanır, yəni mənfilər gedir. Tangens alfa tangens beta bərabərdir müsbət 12. Yəni bu mənfilər əlbəttə ki, islah gedir hər tərəfdən. Cavab 12 qalır. Deməli 16-cı sualda deyir ki, həqiqi əmsallı x kvadratı çıxılsın 6x üstə n bərabərdir 0 kvadrat tənliyinin köklərindən biri x1, yəni 3 çıxılsın 2 olarsa n parametrinin qiymətini tapın. Deməli, kvadratik tənlikdir. Köklərindən biri, burada görürük ki, biz kompleks ədəddir. Əgər köklərindən biri kompleks ədəddirsə, onda onun ikinci kökü həmin kökün qoşmasına bərabərdir. Yəni, 3 üstə gəlsin 2i. Bizə deyir ki, n parametrinin qiymətini tap. Biz viyyətdən bilirik ki, n parametri burada sərbəst hədd bizə viyyətdə nəyi göstərirdi? Köklərin hasilini. Bu ikinci dayanan köklərin cəmini göstərir, amma sərbəst hədd bizə onların hasilini göstərir. Deməli, yəni m-i tapmağımız üçün x1-i x2-yə vurmalıyıq. x1-imiz 3 çıxılsın 2, x2-miz isə 3 üstə gəlsin 2 idi. Bu da görürük ki, bir dəfə çıxması, bir dəfə üstə gəlməsi
A kvadratı çıxılsın B kvadratına bənzəyirdi. Yəni 3-ün kvadratı 9 çıxılsın 2-nin kvadratı. 2-nin kvadratı 4, bir də i-nin kvadratı. Kompleks ədəddən bilirik ki, i kvadratının cavabı -1-dir. Gətirib i-nin yerinə -1 qoyuruq. 9 çıxılsın 4 vurulsun. i-nin yerinə -1 qoyduq. 2 dənə mənfiyə görə müsbət olacaq. 9, yəni -4-ü -1-ə vuranda müsbət 4 eləyir. 9 üstə gəlsin 4, o da cavab edir 13. Mən 17-ci suala baxıram. 17-ci sualda bizə alfanı 16, betanı 20 və AMB qoşunun da 130 dərəcə olduğunu deyirsə, qamma bucağının dərəcə ölçüsünü taplayır. Bizə alfanı burada 16 verir. Burada istəyir alfa, istəyir beta, istəyir qamma. Daxilə çəkilmiş bucaqdır. Biz bilirik ki, daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Yəni burada alfa 16-dırsa, onun söykəndiyi qövs bu hissədə, alfanın söykəndiyi qövs. Ora 16-dırsa, onda bu hissə 32 olacaq. Beta dərəcəsi, betanın dərəcəsi 20-dirsə, onun da söykəndiyi qövs buradır. Ora 20-dirsə, buranın bizə şərtdə deyir 20-dir. Onda bura 40 olmalıdır. Bizə ümumilikdə baxın AMB qövsünü 130 verib. Biz buranı tapa bilərik də bu yerdə qalan hissəni. 130-dan 32 ilə 40-ın cəmini çıxarıq. 32 ilə 40-ı toplasaq edir 72. 130-dan 72-ni çıxsaq o da edir 58. Deməli baxın, bu hissə, baxın hətta oranı qırmızı ilə işarələyirəm. Bu hissə 58 olması üçün, onda bu hissə onda mərkəzi bucaq neçə olacaq? 58-in yarısı. 58-in də yarısı 29 edir. Deməli, qammamız 29 dərəcədir. Bizə bu ifadənin qiymətini hesabla deyir. Biz 3 kök altı 32-ni sadələşdiririk. Biz bilirik ki, 32 nədir? 32 hansı kökdən çıxan ədəd hasil şəklini göstərə bilərik. 32 bilirik ki, 16 vurulsun 2-dir. Yəni, baxın, açıq aydın yazıram. 32-nin əvəzinə 16 vurulsun 2 yazdım. 16-dan kökdən nə çıxırdı? 4. Qarşıda da 3 var. Həmin 3 ilə 4 vuruldu. 12. Kök altında içəridə bir dənə nə qaldı? 2. Deməli, 3 kök altı 32, 12 kök altı 2-yə bərabər idi. 4 kök altı 18-i də sadələşdirək. 4. 18-i nə yaza bilərəm? 9 vurulsun 2 yaza bilərəm də. Çünki 9-dan kökdən çıxıraq ədəd. 18-in əvəzinə 9 vurulsun 2 yazdım. 4. 9-dan kökdən nə çıxır? 3. Qarşıdakı 4 də var. Onlar bir-birinə vursaq, 4-ü 3-ə vursaq 12. Bir də kök altında bu 12 etdi. 12. Kök altında nə qaldı? 2. Deməli, 4 kök altı 18-imiz də 12 kök altı 2-yə bərabərmiş. Gətirirəm yerlərini qoyuram. 3 kök altında 32-nin əvəzinə yazıram 12 kök altında 2. Üzərinə gəlsin 4 kök altı 18-in də cavabı 12 kök altında 2 ilədir. Vurulsun kök altında 2. 12 kök altında 2-nin üzərinə 12 kök altında 2 gəldikdə 24 kök altında 2 edir. Vurulsun kök altında 2. Kök altında 2-ni də kök altında 2-yə vuranda, 2-ni 2-yə vuranda 4 edir. 4-dən də elə kökdən nə çıxır? 2. Yəni, ona görə 24 vurulsun 2, o da edir 48. Deməli, indi 19-cu suala baxırıq. 19-cu sualda deyir ki, sabit x kilometr bölünsün saat sürətlə axan çayın sahilində bir düz xətt boyunca ardıcıl olaraq A, B, C nöqtələr, məntəqələr yerləşir. Motorlu qayıq çayın axını istiqamətində A məntəqəsindən C məntəqəsinə gedib, sonra isə axının əksinə C-dən B-yə qayıdıb. AB 44 km olarsa, cədvəldə verilənlərə görə çayın axma sürətini tapın. Bizə burada cədvəldə də axın istiqamətində sürəti verib, zamanı verib, həmçinin əksi istiqamətində də olanı verib. Deməli, indi diqqətlə qulaq asın. Oradakı aşağıda göstərilən şəkli də elə burada çəkdim ki, daha yaxşı görsənsin. Deməli, bizə axın istiqamətində cədvəldə verilib ki, A-dan C-yə. Ümumiyyətlə, biz bir dəqiqə hal-hazırda məsafəni tapmalıyıq. Çünki sürəti verir, zamanı verib. Mən nə qədər məsafə getməlidir? Ümumiyyətlə, məsafə S hərfi ilə işarə olunur. Məsafə bərabərdir. Sürət vurulsun zaman. Və burada sürəti göstərir.
P isə zamanı. Yəni biz məsafəni tapmaq istəyiriksə, sürətlə zamanı bir-birinə vurmalıyıq. İndi mən AC-ni tapmaq istəyirəmsə, AC-nin sürəti də verilib, zamanı da verilib. Sürətim 30 + x-dir. Zamanı da mənə cədvəldə verib ki, 4. Bunu bir-birinə vursam, edir 30-u 4-ə vurduqda 120, üstə gəlsin 4-ü də x-ə vuranda 4x. Bunu tapdım. İndi axının əksi istiqamətində SB-ni də tapım. SB-ni də tapanda həmçinin yenə sürətə zamanı vurmalıyam. Sürətim 30 - x-dir. Zamanım isə bu səfər 3-dür. 3 saatdır. Bunu da vursam, 30-u 3-ə vursam 90 çıxılsın 3x. Bunları tapdım. İndi mənə şərtdə özü verib ki, A-dan B-yə qədər məsafəm 44-dür. Baxın, bu həmin şəkildə burada çəkdim. Baxın, bu A-dan bu B-yə qədər məsafəm mənə şərtdə verib ki, 44-dür. Mənə indi baxın, bu AB-ni mən necə tapa bilərəm? Bax, AB-ni. Mən bütöv yoldan, baxın, bu bütöv yoldan, yəni AC-dən bu əksinə qayıtdığı yolu çıxsam, bu BC-ni. Yerdə elə AB qalmır. Baxın, bütöv yoldan bir də deyirəm. Bütöv yoldan bu BC hissəsini çıxsam, yerdə mənim bu AB hissəm qalır da, düzdür? Mənə şərtdə də AB-ni verib. AB mənə şərtdə deyir ki, 44-dür. Şərtdə deyir, bax, AB 44 km-dir. AB-nin əvəzinə yazıram 44. AC-ni nə qədər tapdım? 120 üstə gəlsin 4x. BC-ni də tapdıq ki, 90 çıxılsın 3x. Çıxılsın. BC-miz də 90 çıxılsın 3x. Yazıram. 120 üstə gəlsin 4x. Demişdim, mötərizənin qarşısında mənfi varsa, içəridəki hədlərin hər birinin işarəsi əksinə dəyişir. Olacaq çıxılsın 90, üstə gəlinsin 3x. Nəyə bərabərdir? 44. 4x-in üzərinə 3x gələndə 7x, 120-dən də 90 çıxanda edir 30. Bərabərdir 44-ə. 7x bərabərdir. 30 bərabərliyin sağ tərəfinə atsaq, 44 çıxılsın 30 olur. 44-dən də 30 çıxanda 14 eləyir. Buradan x-i də tapsaq, 14-ü 7-yə bölürük 2. Deməli, bizdən elə çayın axma sürətini soruşurdu. Çayın axma sürəti də x idi. Deməli, x-imiz. İndi isə 20-ci suala baxaq. Deyir, rombun iti bucağı 60 dərəcəli, kiçik diaqonalı 3 cm-dir. Rombun xarici oblastında olmaqla tərəflər üzərində qurulmuş kvadratların sahələri cəmini tapın. İlk öncə romb çəkək. Romb. Biz bilirik ki, rombun bütün tərəfləri bir-birinə bərabərdir. Deyir, rombun iti bucağı 60 dərəcədir. Yəni, bu hissə 60 dərəcədir. Deyir, rombun xarici oblastında olmaqla tərəfləri üzərində həm xaricdə olsun, həm tərəfi üzərində olsun. Xaric deyirsə, avtomatik bu hissələrdən söhbət gedir də. Həm də tərəfi üzərində olsun deyirsə, onda belə çəkə bilərik də bu kvadratları. Həm tərəfi üzərindədir, həm də xaricdədir. 4 dənə tərəfi varsa, onda 4 dənə kvadrat çəkə bilərəm. Kvadrat nə idi? Kvadrat bütün tərəfləri bərabərdir də. Ya baxın, bu romb idi, bu bayaq çəkdiyim. Bu rombla bu kvadratın tərəfləri demək olar ki, eynidir də, yəni. Demək olar ki, yox, yəni eynidir. Yəni kvadratın tərəfinin rombun tərəfi eynidir. Yəni mən bir dəqiqə rombun tərəfini tapsam, əslində kvadratın da tərəfini tapmış olaram. İndi bizdə deyir ki, kiçik diaqonalı 3 cm-dir. Kiçik diaqonalı çəkirəm rombda. Rombun kiçik diaqonalı 3 cm-dir deyir mənə. İndi baxıram. Baxın, dedik ki, rombun nədir? Bütün tərəfləri bir-birinə bərabərdir. Burada içəridə nə əmələ gəlib? Baxın, yenə çəkirəm. Hətta bunu başqa rənglə göstərim. Bənövşə ilə göstərirəm. Burada bir üçbucaq var. Bu tərəflə bu tərəf bir-birinə bərabər olduğu üçün bərabər yanlı üçbucaqdır da bu. Bunun bərabər yanlıdırsa, onda bu yan tərəfləri də bir-birinə bərabər olmalıdır. Üçbucağın daxil bucaqlarının cəmi neçədir? 180.
onda onlar yarı-yarıya bölünür də. Çünki eyni olmalıdır. 180-dən 60 çıxdım. Elədi 120. 120-nin də yarısını tapsam, eləyir 60. Deməli, burada 60-dır. Burada 60-dır. Hə, bütün tərəflər 60-dırsa, bütün bucaqlar bərabərsə, onda necə 3 bucaq oldu? Bərabər yanlı yox, artıq bərabər tərəflidir. Çünki bütün bucaqlar eynidirsə, onda bütün tərəflər də bərabərdir. Bura 3-dürsə, onda burada 3-dür, burada 3-dür. Əgər bu 3-dürsə, onda kvadratın tərəfləri də 3-dür də. Hər şey artıq 3-dür. 3-dürsə, bizdən kvadratların sahələri cəmini soruşur. Kvadratın sahəsini biz necə tapırdıq? Kvadratın sahəsi a kvadratı. A da burada tərəfi göstərir. Tərəfimiz 3-dürsə 3-ün kvadratı 9 edir. Deməli, bir dənə kvadratın sahəsi 9-dur. Burada neçə dənə kvadrat var? Bizdən kvadratdan sahələrin cəmini soruşur. 4 dənə. Deməli, 4-ü 9-a vururuq. 36. İndi isə 21-ci suala baxırıq. O sualda bizə deyir ki, yeni il üçün hazırlanmış şam ağacının budaqları mərtəbələr şəklində düzülmüş və bu mərtəbələr yuxarıdan aşağıya doğru 1-dən 9-a qədər nömrələnmişdir. Mərtəbələrdəki budaqların sayı nömrələndiyi ardıcıllıqla ədədi silsilə əmələ gətirir. 2-ci və 8-ci mərtəbələrdəki budaqların sayları cəmi 18-ə, 9-cu və 5-ci mərtəbədəki budaqların sayları fərqi isə 8-ə bərabər olarsa, ən alt mərtəbədəki budaqların sayını tapın. Cümlə quraq. Birinci deyir şam ağacı. Bir dənə şam ağacı çəkək. Şam ağacı belə çəkək də. Düz nə qədər şam ağacına oxşaması da biz fərz edək ki, şam ağacıdır. Deyir ki, bu mərtəbələr yuxarıdan aşağıya doğru 1-dən 9-a qədər. Yuxarıdan aşağıya doğru deyirsə 1, 2, 3, 4 ta ki gəlir neçəyə kimi 9-a qədər. Deyir, mərtəbələrdəki budaqların sayı nömrələndiyi ardıcıllıqla ədədi silsilə əmələ gətirir. Onda bu 1 elə A1-dir. Ədədi silsilə deyirsə A1, A2-nə işarə olunur da. Bu onda A2-dir, A3-dür, A4-dür ta ki neçəyə kimi A9-a qədər. Deyir ki, davamına baxaq. 2-ci və 8-ci mərtəbələrdəki budaqların sayı. Deməli, 2-ci A2 olacaq. Cəm deyir, bəli, cəm toplamaq deməkdir. A8-in cəmi 18-ə bərabərdir. 9-cu və 5-ci mərtəbədəkilərin budaqların sayları fərqli çıxmaq deməkdir. 9 ilə 5-in də fərqi bizə deyir ki, 8-ə bərabər olarsa, ən alt mərtəbədəki budaqların sayını tapın. Gəlin bunu sadələşdirək. Deməli, bundan baxa görə nə tapa bilərik? A9 çıxırsa A5 bərabərdir 8-ə. Bunların hər birinin həşiyə açırıq. A9-u açırıq. A1 üstə gəlsin 8-dir. Çıxılsın A1. A5-in açılışı A1 üstə gəlsin 4-dədir. Qarşıdakı mənfiyə görə işarələr dəyişir. Yəni A1 üstə gəlsin 4-də yox, A1 çıxılsın 4D olur, bərabərdir 8-ə. A1-dən A1-ləri çıxanda bunlar islah gedir. 8D-dən 4D çıxanda edir 4D bərabərdir 8-ə. Buradan D-ni tapdıq ki, 2-dir. D-ni 2 tapdıq, əla. İndi gətirirəm, bu yuxarıdakını açıram. A2 üstə gəlsin A8. A2-nin əvəzinə A1 üstə gəlsin D. Üstə gəlsin A8-in də əvəzinə A1 üstə gəlsin 7D bərabərdir 18. A1-in üstünə A1 gələndə 2A1. Üstə gəlsin, bu 1 deyil də. Mənfi 1-in üstünə 7 gələndə plus 6 deyilir. 6D-miz də bizə deyir ki, 18-dir. D-ni tapmışıq da 2. Gətirib D-nin yerinə 2-ni qoyaq. 2A1, 6-nı 2-yə vuranda plus 12 bərabərdir 18-ə. 2A1, yaxınlaşdıraq. 2 heç A-ya oxşamadı. 2A1 bərabərdir 12-nin bərabərliyin sağını atsaq, o çıxılsın olacaq. 18-dən 12 çıxanda neçə eləyir? 6. Buradan A1-imizi də tapacaq ki, onda A1-imiz neçə imiş? 6-nı 2-yə böldük, 3 elədi. A1-in 3 tapdıq. Biz bu misalda açılışı bu hissədən yazanda niyə görə A2-ni A1 çıxılsın 1 deyə yazmışıq? Yəni bu A2 üstə gəlsin A8-i niyə A1 çıxılsın 1 deyə yazmışıq? Bu üstəgəl adlarımızın arasında A2-nin açılışı nədir? A1 üstə gəlsin deyə. A8-in də açılışı A1 üstə gəlsin 7-dir. Buradan 2A1 elədi.
D'ləri toplayanda bu isə 8 deyilir. 2A1 D'mizin yerinə gətirsək 2 qoysaq, dedik ki, onda 8-i 2-yə vuranda 16 eləyir. Sonra 18-dən 16-nı çıxsaq, bu 2 eləyir. Onda A1-imiz də 2-ni 2-yə bölsək 1 eləyir. A1-imizi 1 tapdıq, D'mizi də 2. Bizdə şərtdə deyir ki, ən alt mərtəbədəki budaqların sayıdır. Ən alt mərtəbə hansı mərtəbə olacaq? 9-cu mərtəbə. A9 bərabərdir. A9-un açılışı nədir? A1 üstə gəlsin 8-dir. A1-i də bildik, D-ni də bildik. A1-imiz neçədir? 1, 8-dir. D-ni də tapdıq 2. 8-i 2-yə vuranda 16, 1-in üstünə 16 gələndə 17. Deməli, 9-cu mərtəbədə 17 dənə budaq var imiş. İndi baxırıq 22-ci suala. Deyir, ABC üçbucağında bucaq sayı 90 dərəcə. Deməli, düzbucaqlı üçbucaqdır bu. BC tərəfin bizə verib 8 sm. BC-miz və şərtdə deyir ki, MNY nöqtələri uyğun olaraq AC-nin, CB-nin və AB tərəflərinin orta nöqtələridir. Yəni, bu MNY orta nöqtələrdir. Orta nöqtə neyinidir? Yarıya bölür. Buranın bura bərabərdir. Buranın bura bərabərdir. Onda buralar da bir-birinə bərabərdir. SMNY-ni 10 verib bizə. Deməli, bizə MNY üçbucağının sahəsində 10 verib. AC-nin uzunluğunu soruşur, yəni buranın. AC-ni də biz bilmiriksə x-dir. Deməli, baxın, bu MNY orta nöqtələrdir. Şərtdə özü deyir. Orta nöqtələrdirsə, onda deməli, burada baxın, NY orta xətdir. MY də orta xətdir, MN də orta xətdir. Orta xətlərin əmələ gətirdiyi üçbucaq 10-dur. Ümumiyyətlə, bir üçbucağın içində 3 dənə orta xət varsa, orada bir üçbucaq əmələ gəlirdi. Həmin üçbucağın sahəsi nədirsə, o kənarda qalan üçbucaqların sahəsi ona bərabərdir. Yəni, ora 10-dursa, burada 10-dur, burada 10-dur, burada 10-dur. Deməli, ümumi üçbucağın sahəsi onda neçə oldu? Neçədən 10-dur? 1, 2, 3-dür. Deməli, ümumi üçbucağın sahəsi, baxın, ACB. Deməli, ümumi sahəmiz 40 elədir. Ümumi sahəmiz 40-dır. Bizə də şərtdə bunu vermişdi də düzbucaqlı üçbucaq 90 dərəcə. Deməli, onda bu AB hipotenuzdur. Hipotenuz. Onda bu 8 ilə x isə katetlərimizdir bizim kənar tərəflər. Biz də bilirik ki, düzbucaqlı üçbucaqda sahəni necə tapırdıq? Katetlərin hasilinin yarısına bərabərdir. Katetlərimiz 8, digər katetimiz də x. Bunun yarısı neçəyə bərabər olmalıdır? Ümumi sahəmizdə neçə tapdıq? 40. Çarpaz vurub buradan x-i tapa bilərik. 40-ın məxrəcində heç nə yazamayıbsa 1 deməkdir. 8-i x-ə vuranda 8x, onu da 1-ə vuranda 8x eləyir elə. 2-ni də 40-a vuranda 80, onda x də burada bərabərdir. 88-ə bölsək 10. Bizdən AC-nin uzunluğunu istəyirdi. Elə biz də AC-ni x işarələmişdik. Deməli, x-imiz neçə imiş? 10. Deməli, indi 23-cü suala baxıram. Şəkli yazı lövhəsinin üzərinə köçürdüm ki, üzərində işləmək daha rahat olsun. Deyir, perimetrlər cəmi 34 cm olan ABCD və SYFM paralelogramın diaqonalları bir düz xət üzərindədir. AF 13 cm olarsa, ABC və SFM üçbucaqların perimetrlərinin cəmini tap. Biz bilirik ki, şərtdə bizə deyir ki, nədir? Paraleloqram. Paraleloqramın qarşı tərəfləri bir-birinə bərabər idi. Yəni, bu AB-ni tutaq ki, biz x adlandırsaq, onda onun qarşı tərəfi haradır? Bu xətti də D-si. Onda burada x-dir. Buranı y adlandırsam, onda burası y adlandırıram. İndi keçirəm həmçinin digər paralelogramda adlandırıram. Digəri bura olsun A, bura olsun B. Onda A-nın qarşısındakı da elə A-dır, B-nin qarşısındakı da elə B-dir. Deyir ki, bu paralelogramın perimetrlər cəmi. Perimetr nə idi? Bütün tərəflərin cəmi idi də. Götürürəm işini, bunların hamısını toplayıram. Deməli, bunların hamısının cəmi 34-ə bərabər imiş. Daha bir də yazmıram. X-lə X-i toplayanda edir 2x. Üstə gəlinsin. Biraz belə böyütək. 2x. Y-dan 2 dənədir. 2y. Üstə gəlinsin. A-dan da 2 dənədir. 2a. Üstə gəlinsin. B-dən də 2 dənədir. 2b. Bunun perimetrləri cəmi 34-dür.
Burada hər birindən 2-ni ortaq olub çıxarsam, içəridə qalır x üstə gəlsin y üstə gəlsin a üstə gəlsin b bərabərdir 34. Mən buradan x üstə gəlsin y üstə gəlsin a üstə gəlsin b cəmini tapa bilərəm. Necə? 34-ü 2-yə böləcəm 17. Bunu tapdım. Sonra şərtdə mənə deyir ki, AF 13 sm olarsa, AF bu xəttin ümumi uzunluğu 13 sm olarsa, bunu da adlandırır. Məsələn, bura olsun, nə olsun? Bura olsun Z, bura olsun T. Deməli, A-dan C-yə qədər Z-dir, C-dən F-ə qədər də T-dir. Yəni, bu Z ilə T-nin cəmi də neçə eləməlidir? 13. Sonra şərtdə deyir ki, ABC, ABC üçbucağı. Baxın, bunu da qırmızına göstərirəm. ABC, bir də ki, CFM. Bu üçbucaqların perimetrlərin cəmini tapılır. İki dənə üçbucağın perimetrinin cəmi yenə nə olacaq? Onların bütün tərəflərinin cəmi. Bütün tərəflər birinci üçbucaq üçün ABC tərəflərinin cəmi neçə olacaq? Cəmi x üstə gəlsin, y üstə gəlsin, z. Cəm deyirsə toplayıram. Bir də ki, digər CFM üçbucağı. Onların da tərəfləri cəmi A üstə gəlsin, B üstə gəlsin, T olacaq. Bunun cəmini soruşur məndən. Baxın, x üstə gəlsin, y üstə gəlsin, A üstə gəlsin, B-nin cəmi məndə var. Baxın, x üstə gəlsin, y, A üstə gəlsin, B-nin cəmi neçədir? 17. Deməli, onların əvəzinə 17 yazdım. Z-lə T-nin də cəmi var əlimdə 13. Və 17 üstə gəlsin 13 edir 30. Və bu üçbucaqların cəmi 30 imiş. 24-cü suala baxaq. Digər şəkildə üzərində hərflər yazılmış 16 ədəd kart təsvir edilmişdir. Bu kartlar torbaya atılır və təsadüfi olaraq 3 kart torbaya qaytarılmamaq şərti ilə ardıcıl çıxarılır. Çıxarılan kartlardan birincisinin B, ikincisinin A, üçüncüsünün isə C hərfi yazılmış kart olması hadisəsinin ehtimalını tap. Deməli, ümumilikdə 16 dənə kartımız var. İlk öncə baxaq görək A kartından neçə dənədir? A kartından 1, 2, 3, 4 dənə A kartımız var. B kartından B'dən 1, 2, 3, 4, 5, 6, 7 dənədir. Yox, bir dənəsi də var. 8 dənə. C kartından isə 1, 2, 3, 4 dənə. 4 dənə də C kartından var. Deməli, şərtdə deyir ki, 3 dənə kart çıxarılır və torbaya qaytarılmır. İlk öncə bizim neçə dənə kartımız var? 16 dənə kartımız var. Deməli, məxrəcdə yazırıq 16. 16 kartdan birincisinin B. Deyir, birincisinin B çıxması. B kartından neçə dənədir? 8 dənə. Deməli, birincisi hadisəsi ehtimalı 16-da 8-dir. Vurulsun. Artıq bir dənə kart çıxarılıb da. Bu kartı biz yerinə qaytarmırıqsa, 16 kartsa, onda düşdü 15 dənə kartadır. Artıq 16 kart deyil, 15 dənə kartdır. 15 dənə kartdan ikincisinin A olma ehtimalı deyir. İkincisi də A-mızdan neçə dənədir? 4 dənə. Deməli, A-nı da yazdıq 4 dənə. Artıq 2 dənə kart gedib. Bunları qaytara bilmərik biz. 16 kart idi. 2 dənə kart getdisə, yerdə neçə dənə kart qaldı geridə? 14 dənə kart. Deyir, üçüncüsünün də C hərfi olmasa, C-də 4-dür. Bu hesablama aparsaq, biz asan şəkildə cavabı tapacaq. 16-dan 4-ü ixtisar aparırıq. Burada 4 qalır. 8-i 4-ə böləndə burada 2 qalır. Daha sonra başqa nə? 2 ilə 14-ü ixtisar aparsaq burada 7 qalır. Deməli, yuxarıda, aşağıda bir 15 qaldı, bir 7 qaldı. 15-i 7-yə vuranda 105. Yuxarıda da surətdə də yalnız bir dənə 4 qaldı. Deməli, bu hadisənin ehtimalı 105-də 4-dür. Nəhayət baxırıq sonuncu suala. Sonuncu sualda deyir ki, havuza doldurmaq üçün istifadə edilən A kranından boşaltmaq üçün isə istifadə edilən B kranından axan suyun miqdarının zamanla asılı qrafiklər verilmişdir. Hər iki kran eyni zamanda açılarsa və 8 saat açıq qalarsa, həcmi 50 metr kuba olan boş havuzun neçə faizi su ilə dolar? Deməli, aşağıda bizə qrafik verib, bir zamana nə qədər su dolur. Deməli, A kranına baxaq. A kranında 2 saata nə qədər doldu? 2 saat uzun gəlir 18. Əgər 2 saat 18 A kranı bizdə doldurur da, bəli, A kranı doldurursa, bizdə 8 saat açıq qalır deyirsə, onda biz 8 saatın ilk öncə tapaq. 8 saata da x-dir. Çarpaz vurub tapırıq. 2x bərabərdir. 8-i 18-ə vurduqda
8 vurulsun 18 edir 144. Onda x-imiz buradan 144'ü də 2-yə bölsək edir 72. Deməli A kranı bizdə bax bu A-nındır. A kranı 72 doldurur. İndi keçirik B kranına. B kranı neçə saata? 3 saata nə qədər? 15. B kranına 15 uyğun gəlir. Bizdən 8 saat deyirdi. Yenə 8 saata da ki x-də yenə çarpaz vururuq. 3x bərabərdir 8 15-ə vurduqda 8 15-ə vuranda 120 edir. Buradan da x-i tapırıq. 123-ə böləndə 40. Deməli bu da B kranına aid idi. Deməli A doldurur, B də boşaldır. Deməli A 72 doldurubsa, B 42 doldurur, boşaldıbsa, deməli hovuzda nə qədər su qalacaq? 72 dolub 40 boşalıbsa 32 qalacaq da toplamda su. Deməli 32 qalıb. Deməli əgər 50 metr şərtdə deyirək, 50 metr olan boş hovuzu neçə faizi su ilə dolub? 50 metr tam dolsaydı 100% olacaqdı. Amma bizdə indi nə qədər dolub? 32 dolubsa bəs neçə faiz olar? Bunu da tapmaq üçün 50 çarpaz vururuq. 50x bərabərdir 32 vurulsun 100. X də bərabərdir 32 vurulsun 100-ü 50-yə bölmək lazımdır. 50 ilə 100-ü çarparsaq burada 2 qalır. 32-ni də 2-yə vuranda 64. Deməli cavab 64 edir.